Əziz dinləyicilər, keçən videolarda olduğu kimi bu videoda da balaca bir mətndən başlayıram. Bu günlər çox önəmli bir toplumsal və siyasi hadisə ilə üz-üzəyik. 1403-cü il İran Cumhurbaşqanı ya da Rəis Cumhur seçkiləri yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların arasındadır. Bildiyiniz kimi, son 100 ildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb və onu siyasi mərkəziyyətdən çıxardıblar. Amma bugün rəis cumhurluq adayının Türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də dövlətin baskılarından dolayı gələcəyə ümidsizlik var və insanlar seçkilərə qatılmamağa qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə ətək yazı ortaq bir proje ilə Azərbaycan məsələləri ilə uğraşıb bu haqda fikirləşən araşdırmacıları və fikir insanlarını bir araya gətirib onların baxış açılarını öyrənmək istəyir. Təbii ki, bu iş insanlara seçimə qatılıb-qatılmamaq açısından bir çağrı deyildir. Yalnız hədəf duruma açıqlıq gətirmək, məsələlərin müxtəlif yönlərinə işıq tutmaq və mübahisə yaratmaqdır. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bugün bu videodakı qonağımız Doktor Teoman Aktan, siyasət bilimci və Doktor Toğrul Atabay, türkoloqdur. Mən birinci sualı Teoman bəy sizinlə başlayıram. Azərbaycanlıların və türklərin açısından bu seçkilərin keçmiş seçkilərlə fərqi nədir sizcə? Öncelikle böyle bir girişim için teşekkür edirəm. Bizi dinleyen herkesi candan könülden salamlayıram. Bildiğiniz kimi İranda seçimler her zaman tartışmalı bir mesele olmuştur. İktidarın ideolojik qaygıları nedeniyle bazı görüşlerin seçmə və seçilmə haqlarını əllərindən alması və biz Türklərin bu anlamda bu seçim sisteminin böyük məğdurlarından birisi olmamız sürəkli bizim seçim məsələsinə çox ciddi quşkularla yanaşmamıza səbəb olmuşdur. Ancaq bildiyiniz kimi seçimlərin xalqın günlük həyatını dərindən etkiləyə biləcəyi, nəfəs almaları üçün fürsətlər suna biləcəyi və köklü dəyişimlərin yönünü və yolunu aça biləcəyi olasılığı və ehtimalı xalqın bir çox kəsimini, özəlliklə gəncləri, qadınları, öğrenciləri, etnik qrupları, azınlıqları hər zaman seçim dönemindəki tartışmaların mərkəzində yer almalarına neden olur ve o tartışmaların içine çəkir. Ama İrandaki seçimler hakkında hər hansı bir fikir belirtmək üçün hər şeyden önce bizim toplumun içinde bulunduğu durumu ve çıxış yolu arama çabalarına baxmamızı gərəkdirir. Biz Türklərdə qarşılaştığımız sorunlar belli səbəblərdən dolayı daha dərindir, daha mürəkkəbdir. Bu genel mənzərəyə baxarsaq, enflasyon, yüksək yaşam maliyyəti xalqın alım gücünü ciddi şəkildə düşürür. Bizim bölgələrdəki yaygın işsizlik, özəlliklə gənc nüfusun arasında olduqca yüksək olması nedeniyle enflasyonun, yani təvərrümün etkisini daha da ağırlaştırır. Gəlir dağılımındaki eşitsizlik, zəngin ilə yoxsul arasındaki fərqi artırır ve toplumsal huzurluqları dərinləşdirir. Siyasi alanda baskılar var. Muxalif səslər, aktivistlər, gazetəçilər, akademisyenlər sıx-sıx tutuklanır. Bu bizim bölgelerde daha da şiddetli bir şekilde olur. Çünkü ana akım medyada çok ciddi bir yansıması olmur. Dolayısıyla bunlar toplumun bu nəfəs aramaları veya nəfəs oluşturabiləcək fəzaları aramalarına səbəb olur ve seçim də bu fəzaların oluşmasına neden olacak sebeplerden birisi de
Basın və internet üzərində sıxı bir sensor var. E, Bilgi akışı kısıtlıdır her zaman. Xalqın doğru bilgiyə erişimi her zaman ciddi bir məsələdir. Əngəllər var, insan haqları ixlalları var. Qadınlar və onların sosial və ekonomik həyata qatılmaları sürəhli bir ayrımcılığa məruz tutulur. Zorunlu başörtüsü ciddi bir məsələdir. Qadın haqları aktivistlərinin tutuklanması sıkça görülür. Etnik ve dini azınlıklar sistematik bir ayrımcılığa məruz qalır. Toplumsal ve kültürel baskılar var. Zorunlu başörtüsünə, gənclərin kültürel ve sosyal aktivitələrinə, qısıtlanmalarına dair olan politikalara, onların internete erişimlerine olan o kontrola bir isyan var. Ve bunların hamısı toplumun ciddi bir şekilde bu kiçik bizim kiçik fürsətlər dediğimiz ama onların günlük yaşamlarında büyük bir təsiri olan seçim kimi siyasi olaylara ciddi bir şekilde katılmalarına veya ciddi bir şekilde tepki göstermelerine neden olur ve biz Azerbaycanlılar da bundan müstesna değiliz. Dolayısıyla yani ölkənin və bizim bölgənin qarşılaşdığı bu genel mənzərəni diqqətə alaraq seçim kimi bir məsələ haqqında fikir bildirməmiz lazımdır. Tuğrul Bey, eyni sualı sizden soruşacağım. Azerbaycanlıların ve Türklerin açısından bu seçkilerin, qabaqki seçkilerle, diğer seçkilerle ne fərqləri var sizce? Hoş gördük Lala xanım. Mən də sizi və dinləyiciləri salamlayıram. Təşəkkür edirəm tədbiriniz üçün. Hamıya bəlli olduğu kimi İranda qapalı bir sistem hakimdir. Sözdə bir demokrasiden söz etmək gərəkir əslində. Qondarma bir millət-dövlət çərçivəsində buyruq qulu bir şəxs əslində seçdirilir. Bundan dair kimsənin artıq şübhəsi yoxdur. Göstərməli olduğuna dair seçkilərin buyurmaca fərmayişi bir seçki olduğunu aşağı yukarı hamı bilir. Yani sonuçta dini liderin kölgesinde bu kapalı sisteminde bir cumhurbaşkanının yetkileri oldukça məhduddur. Bu herkese bellidir. Dolayısıyla bu seçkilerden de hər hansı bir temel değişiklik yaradacaq möcüzə gözləntisi kimsədə yoxdur təbiətilə. Ancaq bu seçkilerde bir neçə məsələ fərqlidir əslində. Birincisi, benim qənaətimə görə bir keçiş dönemine doğru gedir sistem. Bu sistem içi bir post-Xamenei dönemi bir dəyişiklik də ola bilər, bir rejim sonrası evrəsinə keçiş də ola bilər. Dolayısıyla bu sistemin içində əslində Sovyetlərə çox bənzədiyi üçün Sovyet sistemi tərzi bizə ait bir Gorbaçovun olması, bizə ait bir Əliyevin olması sonuçta bu həyati dərəcədə bir əhəmiyyət daşıyır. Bu keçiş döneminin sağlıqlı aşılmasında bu açıdan bir əhəmiyyət daşıyır. İkinci məsələ, acı bir gerçəklə biz üz-üzəyik. Bildiğiniz kimi Pəhləvi ulus dövlətindən sonra yanlış bir ulus dövlət qurulduğu üçün Fars mərkəzliyi əsasında son 100 ildə hardasa Türklər tamamen Pəhləvi dönemində Qacar sülaləsinə mənsubiyyəti bahanə edərək ikinci Pəhləvi dönemində zaten firqəyə təbşik olaraq Türklər hər zaman üst düzey idarəçilikdən uzaqda tutulublar. Son 100 ildə hardasa ilk olarak bir Türk yüksek bir düzeyde vəzifə alma imkanı tapır. Yani Türk dediğimizde Türk mənsubiyyəti değil sadece, Türk şuurunu daşıyan ve qismən də Türk kimliğinin müdafiəçisi olarak birisi imkan tapır yüksek səviyyədə yönetimi ələ geçirmək üçün ve eyni zamanda da mərkəziyyətçi sisteme de karşı olan bir aday olarak bu da değişik bir husustur son 100 ildə. Üstelik son 100 illik bu sıkıntılarımızı da bizim dile getirir. Yani bu yanlış devlet ulus yapısında bunun başında yerli yönetim meselesi gelir. Yani Bumiler tarafından bölgenin idare edilmesi ve hatta bazen federalizme giden bir sistem önerisi olan bir şəxsdir. Eləcə millətlərin ana dili məsələsinə, ana dilinə təhsil məsələsinə diqqət çəkməsi, nisbi olaraq qadın məsələsinə, bunlar toplumun temel sıxıntılarıdır və bunlar çözülmədən də sistemin düzəlməsi mümkün deyil. Bunların en yüksek düzeyde
səslənmiş olması məncə önəmlidir, fərqli qılır bu seçimləri. Dolayısıyla da görürük ki, İranın istər mərkəziyyətçi olan iqtidarı olsun, istər iç müxalifəti olsun, istər də hətta bədbəxtçilikdən yurt dışında olan opozisyonu da olsun, onu bir mənada düşmən olaraq belirləyir. Yəni bu durumda şahçı olan, nə bilim, mərkəziyyətçi olan yurt dışındakı müxalifət də içəridəki mövcud otoritədən görürük ki, çox daha faşist, çox daha antidemokratik bir tutum sərgiləyə bilir bir türkün seçilməsinə və ya türkünün dilləndirilməsinə. Yəni burada ironik olan şey, özü demokratik bir ölkədə bəzən əyalətlər birliyində yaşayan zəvatın türk bir adayın öz ana dilin məsələsini irəli atmasına və ya yöneticilərin yerli bumu olması gərəkliyinə vurğu yapmasını çox təhlükəli görür. Bu maraqlı bir xüsusdur. Və belə ikiyüzlü, iki standartlı, yalancı bir müxalifətdən əslində İraq durmanın da zamanı gəlmiş olur. Mən də doktoratına qatılıram. Yəni bizim siyasilər onlara qarşı acayip bir məhcubiyyət içindədirlər. Sanki bir qatırım olsa toplum tərəfindən onun məhcubiyyətini bunlar daşıyacaqlar yurt dışındakı müxalifətə qarşı. Bundan bu seçimlərdə özəlliyindən qurtulması gərəkir. Utanması gerəkən oy verməyə gedən hər hansı bir yurttaş değildir əslində. 50 ildir bu hakim sistemə qarşı olduğu halda mövcud hakimiyyətdən daha faşizan söyləmə sahib olan bu opozisyondur. Bundan bizim bəraət etməmiz gerekir və buna qarşı da hər hansı bir məhcubiyyət hissinə qapılmamaq gerekir. Yəni 100 ildir əslində indiki müxalifətin qurduğu düzen devam edir sonuc etibarilə. Yəni sonuc nədir? Bizi, yəni Azərbaycanı, o toplumun ən irəli düşünən toplumunu qəfəsdə tuta bilmək üçün özlərini də zindan içində yaşamağa məcbur ediblər. Bu sonucda indiki müxalifətin ortaya çıxardığı bir səhnədir. Müxalifət bundan vaz keçməyi öyrənməlidir bir şəkildə. Bunun bir yolu da təbii ki, o əziklik, azınlıq psixologiyasından qurtulmamız gerekir. Bu seçkilərdə biz əzici bir çoxunluq oluştura bilən bir toplum adına çıxış eləməliyik və bu şəkildə onları müqatib almalıyıq deyə düşünürəm. Və bu seçkilər əslində bir fürsətdir. İlk olaraq ümum ölkədə Türklərin potansiyelinin ortaya qoyulması üçün o açıdan da dəyişik bir fürsət olduğunu düşünürəm. Teoman bəy, ikinci sualıma keçirəm. Bu dönəm seçkilərdə səs verib verməmə məsələsinə necə baxırsınız? Sizcə Pezeşkiyanın Türk olub olmaması bu seçimlərin nəticəsində önəmlimi? En azından Azərbaycanlılar açısından və səs verilməlidirmi yoxsa yox? Necə baxırsınız? Əslində mən birinci sualdan başlayıram. Yəni birinci sualın davamında bu sualı cavablamaq istəyirəm. Bu mənada, yəni mən çox qısa, özət bir şəkildə o genel mənzərəni, İrandakı bu gün toplumun qarşılaşdığı o vəxim mənzərəni, fəlakətli durumun özətini anlatmaya çalışdım. Və toplum bir şəkildə bundan qurtulmaq istəyir və toplum bəlli bir kəsimi, bəlli bir yüzdəsi bundan qurtulmaq üçün o nəfəs alma, o fəzalarının yaranması umuduyla seçimə qatılacaqdır və bu bizim bölgələrdə də olacaq, başqa bölgələrdə də olacaq. Dolayısıyla bu seçimə qatılan insanların doğru bir şəkildə yönləndirilməsi və bunların tələblərinin formalizə edilməsi, bunların tələblərinin doğru düzgün bir şəkildə bir söyləmə dönüşdürülməsi, bizim yəni bölgədəki demokrasi, özgürlük, ədalət uğruna mücadilə verən insanların əsas işlərindən birisidir. Biz Türklər İranda demokratik mücadilənin və dəyişimin öncüsü olduğumuz gerçəyinə baxmayaraq sürəhli görməzdən gəlinmişik. Doktor Atabay'ın da dediği kimi bu son dönemdeki ayaklanmalar, özellikle Azerbaycanlıların, özellikle İran'daki demokratik değişimlerin motoru olan, İran'daki değişimlerin, demokratik değişimlerin dinamini arttıran Türklerin bir sansoruna yol açtı muhalif medyada ve kanallarda. Bu her şeyden önce bize bir gerçeğe, acı bir gerçeğe tekrar ispatlanmış oldu. O da bu anlamda ki biz öz siyasi mücadiləmizin hədəflərini və stratejilərini belirləmək məcburiyyətindəyik.
Dolayısıyla bu seçimi bizim açımızdan fərqli qılan Türk kimliyi ilə ortaya çıxan demokrat bir adayın olması və bu adamın və bu şəxsin etnik kimliyi nedeniyle saldırılara məruz qalması, sadəcə etnik kimliyi nedeniyle bu saldırılara məruz qalmasıdır və dolayısıyla biz bu seçimə qatılma veya qatılmama qutuplaşmasına müxalifət tərəfindən oluşturulan bu qutuplaşmaya heç bir şəkildə həbs olmamalıyıq. Tam tərsinə toplumumuzun təməl məsələləri və təməl əsasları, yəni mücadilə əsasları, o siyasi gələnəyimizdən ortaya çıxan o mücadiləmizin o tələblərinə sarılaraq bu seçimə aktif bir şəkildə qatılanların söyləminin yenidən bəlli bir tələblər ətrafında və bəlli bir tələblərə görə artikulasyonu biçimlənməsinə qatqımızı fikri mənada və eyləmsel mənada sunmalıyıq. O bir. İkinci məsələ bu Torol hocamızın da anlattığı kimi İranda Türklərin bir siyasi ağırlığı var və bu siyasi ağırlığın təkrar ispatlanması lazımdır. Bu sadəcə bizim Azərbaycan bölgəsində deyil, geniş coğrafiyada. Ölkənin quzeyindən ta güneyinə, ölkənin doğusundan batısına, bizdən ta xələclərə qədər uzanan Türk coğrafiyası, Türklərin dağınıq olaraq yaşaması, amma bu dağınıq coğrafiyada yaşayan Türklərin bəlli bir siyasi tələblər ətrafında birləşərək əzilən, sistematik bir şəkildə yox sayılan bu Türkün təkrardan bəlli bir demokratik, özgürlüyü, haqqı, hüququ, ədaləti, hüquq dövlətinə əsas alan iradəsini idarəyə yansıtmayı bir ilki olaraq ortaya qoyan bir siyasi hərəkətin oluşmasına bizim qatqımız olmalıdır və bu seçim bu fəzaları oluşturur. Bizim siyasi ağırlığımızın ortaya çıxması bütün əzilənlərin bir Azərbaycanlının, bir Türkün söyləminin ortaya qoyduğu söyləmin ətrafında birləşməsi, ikincisi illərdir sürəhli geri qalmış, mütəhəccir olaraq göstərilən Türkün nə qədər mədəni, nə qədər sivil, nə qədər demokrasidən, nə qədər haqlardan, nə qədər özgürlüklərdən yana olan bir figur olduğunu, bir dinamik bir hərəkət olduğunu ortaya qoymaq, artı bu seçim ortamının oluşturduğu o fəzadan yararlanaraq toplumun bütün kəsimlərinə yayılmaq, toplumun bütün qatmanlarına yayılmaq və bu demokratik söyləmi yaymaq lazımdır. O yüzden bu seçim fürsətini, o yüzden bu seçimin yarattığı bu fəzanı heç bir şəkildə əldən verməmək lazımdır. Demokratik tələblərlə ortada olmaq və demokratik tələbləri təhmil eləmək, qarşı tərəfə təhmil eləmək və qarşı tərəfdən də bu demokratik tələblərə görə net bir çıxış göstərmələrini istəməmiz lazımdır. Toğrul bəy, eyni sualı sizə soruşacağım. Bu dönəm seçkilərdə səs verib verməmə məsələsinə siz necə baxırsınız? Pezeşkiyanın Türk olması nə dərəcədə önəmlidir? Səs verilməlidir, yoxsa yox? Aslında hər seçimdə olduğu kimi burada da nəlikdən əhəmiyyətli olan şey bunun necəliyidir. Yəni qatılıb qatılmamaqdan da əhəmiyyətli olan necə qatılıb qatılmama məsələsidir. Qatılmayanların özlərinin çox haqlı səbəbləri var. Onurlu bir duruşdur. Haqlı olaraq deyir ki, əqim qısır bir sistem var. Bu sistemdən biz umudumuzu kəsmişik. Bunu dilə gətirirlər. Onurlu bir duruş sərgiləyirlər. Yəni bunlara deyəcəyimiz heç bir şey yoxdur. Mən özüm də o sistemin içində yaşasaydım, böyük ehtimalla belə bir təpki qoyardım şəxsən bir yurttaş olaraq. Yəni bunlara görə bu quruluşdan, bu saxta dövlət millət sistemindən hər hansı bir umut bəsləmək mümkün deyildir və qatılım da anlamsızdır. Təpkilərini bu şəkildə dilə gətirirlər. Qatılanlar da düşüncələri hər halda budur. Bu zərgəri oyunun içində Türk insanının milli yararlarına hər hansı azıcıq bir yarar da olsun, bunu sağlamağı qənimət hesab edirlər. Ancaq bu hər iki kəsimin də duruşunun necəliyinin netləşməsi gərəkir. Yəni
Qatılmayanlar təpkilərini aktiv bir şəkildə dilə gətirməlidir. Bu bir küskünlük, bir çəkingənlik şəklində olmamalıdır. Tərəflər açıq bir şəkildə dilləndirilməlidir. Qatılanlar da eyni şəkildə, əgər qatılır birisi ki, indi ilk olaraq hər halda inqilabdan sonra birinci səfər bir türkün belə bir məsnədi əldə eləmə potansiyeli vardır. Haqlı bir gərəkçə də ola bilər qatılım, amma sonuc etibarilə tələblərini bu geriyə qalan bir-iki həftəlik süreçdə dilləndirmələri gərəkir və daha sonrasında da təqibçi olmaları gərəkir. Yəni hər iki tutumun da Teoman Hocanın dediyi kimi də aktiv bir şəkildə və demokratik bir zəmində dilləndirilməsi gərəkir. Bizim kimi oyanış halında və bilinçlənmə sürəcində olan toplumlar üçün, biz Türklər üçün əslində bu ortamlarda atılan hər hansı bir toxum çox qısa zamanda minlərcə məhsul verir. Dolayısıyla bu kiçik imkanlar bəlkə məsələn mərkəziyyətçilər üçün çox önəmli bir dəyişikliyə yol açmaya bilər, amma bizim üçün çıxdısı outputu çox böyük ola bilər buradakı imkanların. İlk ağla gələn şeylərdən məsələ birincisi sosial olaraq bizə bir örgütlənmə imkanı yaradır bu nisbi demokratik ortam. Nə qədər qısa sürəli də olsa bizim yurt çapında sosial olaraq örgütlənməmizə bir fürsət yaratmış olur. Toplumda bir dinamizm yaratmağa imkan tapırıq bu seçkilərdə biz öz məsələmizi düşünərekdən təbiətilə. Türk insanının potansiyelini ölçmək üçün və bunu yüksəltmək üçün və sabah da bu oy çoxluğunu bir mənada masada kullanmaq üçün bir fürsət sunur bizə. Bunun sonucu nə olursa olsun ki, dedim başta çox da böyük bir möcüzə gözləmirik. Mühüm olan burada biz özümüz olarak, öz söyləmimiz olarak, öz kimliyimiz, varlığımız olarak meydanda olabilməkdir. İstər hə deyərək, istər yox deyərək. Başqa bir çıxdısı bunun isteklərin toplumda dillənməsi və dilləndirilməsidir. Bir daha bu dil məsələsinin, çevrə məsələsinin, iqtisad məsələsinin, qadın məsələsinin, toplumun dəyişik kəsimlərinin də qulağına çatdırılması və onların da həyati məsələsi halına gətirilməsidir. Bu tələblər sabah gerçəkləşər, nə əla, gerçəkləşməz toplumun əvvəla sistemə dair umudu bütünüyle üzülmüş olar, özü bir gətiridir. Dili uzun olar, sabah həm sistemə qarşı, həm buna müxalif olanlara qarşı, həm də öz qədərini belirləmə iradəsi daha da ortaya çıxmış olar. Bunun hamısı aktif olaraq rol almadan keçir. Anlaşılan bu ki toplum yəni ilk belirtilere göre oy verecek. Dolayısıyla bizim hərəkət də en azından bu fəzadan yararlanmalıdır. Yəni bir tərəfdən bizi hərəkətə keçirən hər hansı bir şey və bizim toplumla diyaloğumuzu sağlayan, toplumla təamülümüzü sağlayan, etkiləşimimizi qarşılıqlı təsir buraxmamızı sağlayan hər hansı bir olaydan bir fürsət olaraq yararlanmamız gərəkir. Bu da 4 ildə 5 ildə gələn bir fürsətdir. Bundan yararlanmamız gərəkir hərəkət olaraq. Və belə düşünmək lazım məncə. Sonuçta bir Azərbaycana bir lider, bir başkan seçmirik. Bu sınıf salxaq sistemin içində mükəmməliyyətçi olmanın heç bir mənası yoxdur. Biz qabaqdakı bu keçiş dönəmini düşünməmiz lazım və bu keçiş dönəminin yıxıntılarına qarşı indidən önləmimizi almamız gərəkir. O həyati bir məsələdir. Yəni sonuçda eğer başarılı olarsa Pezeşkiyan özüyle birlikte bir bürokrat takımını getirecek iş başına ve bunlar bu keçiş döneminde başta işaret edildiğim o güç devri döneminde çok ehemmiyetli bir rola sahip olacak. Bir de anlaşılan bu seçkiler biz de istemirsek karşı tarafın saldırılarıyla, aşağılamalarıyla bir mənada bir etnik kamplaşmaya doğru da götürülür. Etnik mesele hiçbir zaman hiçbir seçkide bu kadar belirgin olmayıptır. Bu çatlaq da bir mənada ideolojiden fariq olaraq Türk insanının bütün İran coğrafyasında istər təpkisel olsun, reaksiyonel olarak olsun, istər aktif olarak bir tek blok haline gelmesine de bir fayda sağlayacak diye düşünürəm. Son olarak da bir məsələyə diqqət çəkmək istəyirdim. Bu şiəlik etkisinde bizde bir axır zamanı anlayış gəlişib. Bundan qurtulmamız gərəkir. Yəni bu anlayışa göre biz en pis duruma doğru yuvarlanmalıyıq, uçuruma doğru yuvarlanmalıyıq, qiyamət qopmalıdır, hər şey yeniden yaranması üçün və nə ediyi bəlirsiz də, heç bir planı olmayan bir
müxalifət də gələcək, xodxanda biriləri, bunlarda məşruiyyəti varmı, yoxmu tartışılır. Bunlar möcəvi bir şəkildə bir şərik çıxaracaqlar və künfəyəkün bir şəkildə hər şey iflah ediləcəkdir. Bu təhlükəli və pasifləşdirici, ertələməçi bir anlayışdır. Çox təhlükəlidir. Bu anlayışdan bir an önce qurtulmamız gərəkir. Yoxsa bu yıxılacaq olan sistemin yıxıntılarının altında qalarıq. Əgər bilinçli, sağlıqlı bir toplum inşa ediriksə, bu inşa sürəcini indidən başlamaq lazım. Bunu bəlirsiz bir gələcəyə həvalə etmək, bir İmam-ı Zəmani bir gələcəyə buraxmağın heç bir mənası yoxdur. Bu dəyişim də, bu toplumdakı dəyişim də kiçik-kiçik addımlarla mümkün olur. Bu fürsətlər də, bu seçkilər də bu dönüşümün bir katalizoru kimi dəyərləndirilə bilər. Bizim 100 illik məsələmiz olan quru bir rejim change məsələsi deyildir. Bununla da düzələsi deyildir. Daha köklü bir dəyişikliklərə o toplumda ehtiyac var. Dolayısıyla da bu fürsətlər bu vizyonun ışığında kiçik-kiçik dəyişikliklərə bir fürsət olaraq dəyərləndirilməlidir deyə düşünürəm. Çox sağ olun əziz Doktor Teoman Aktan və Doktor Toğrul Atabəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün və fikirlərinizi bizimlə və dinləyicilərlə paylaşdığınız üçün hər ikinizə təşəkkürümü və minnətdarlığımı bildiriyorum.